Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını göstərəcəm. Çox asandır toxunması. Özü də çox gözəl naxışdır. Bunu da jiletə, jaketə, papağa, uşaq ədyalına, nəyə istəsəz toxuya bilərsiniz bu sapı. Bu naxışı. Sapımdakı 100 qramlıq 200 metrəlik sapdır. Biraz da orta qalınlıqda bir sapdır. Toxumaq üçün bunu ilməkləri 7-7 yığırıq. Mən indi sizə buradan 2 naxışı göstərəcəm bu boyda. Burada 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmek, 2 də kənar ilmek. 19 ilmek yığacağım milin üstünə. Sapım biraz nazik sapdır. Belə. Bunu yığıram elin üstünə. İndi baxarsınız da nazik sap xoşunuza gəlsə, nazik toxuyarsınız, qalın xoşunuza gəlsə qalın. Yəni sviterdir, jaketdir, qalın istəsəz qalın sapına, biraz nazik istəsəz nazik sapına toxuya bilərsiniz. 2, 4, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 ilmek yığdım milimin üstüne. Böyle bu sapda kəsirəm buradan. İndi mən burada naxış toxuyan deyiləm. 2 sıra toxuyacağım. Tərs toxuyacağım hər iki üzdən. Bura birinci sıradır. Birinci sıra olduğuna görə birinci ilməni də toxuyuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Bir sırada bu yüzden tərs toxuyacağım. Burada birinci ilməni toxumuram. İkinci sırada qalan ilməkləri yenə tərs toxuyuram. Bura tərs üzdür. İndi düz üzdən, bura düzdür, ilməklər də hamısı düzdür. Bu yüzden birinci ilməyi götürürəm, toxumuram, bu kənar ilməkdir. 3 tərs toxuyuram. 1, 2, 3 tərs toxudum. Sonra bu 2 ilməni arxa tərəfindən bir ilmək çıxardıram. Sonra bu 2 ilmənin içindən çıxardıram bir ilməkdə. Bu yanındakini yenə 2 ilməyin arxa tərəfindən çıxardım. Sonra 2 ilməyin içindən bir ilmək çıxardım. Yenə 3 tərs. 1, 2, 3 tərs. 3 tərsdən sonra yenə bu 2 ilməyin bu arxa tərəfindən çıxardıram. Sonra ikisinin içindən bir ilmək çıxardıram. Yenə bu 2 ilməyin arxa tərəfindən çıxardım. 2 ilmək içindən çıxardım. 2 ilməkdən 2 ilmək olur.
Yenə 3 dəst. 1, 2, 3 dəst. Kənarı da tərs toxudum. Belə. İndi arxa üzdən kənarı götürürəm. Tərsləri tərs, düzləri də düz. 3 düz. Burada 4 tərs olur. Yenə 3 düz. 4 tərs. 2, 3, 4 tərs. Yenə 3 düz. Kənarı da tərs toxudum. Burada indi başqa heç bir dəyişiklik olmur. İndi bir sıra da toxuyuram. Axıra qədər eyni toxuyuruq. Kənarı götürüb 3 tərs. 2, 3. Yenə bu iki ilmənin arxa tərəfindən götürdüm. İkisini içindən bir ilmək çıxardım. Burada da arxadan götürdüm 2 ilməyi, düz ilməklərin. Sonra 2 ilməyi içindən çıxardıram. Belə. Yenə 3 dərs. Burada yenə 4 dənə ilməkdir, düz ilməklər. 2 ilməyin arxadan çıxardıram. Boşluqdan ikisini arasından. Sonra 2 ilməyin içindən. Yenə bu 2 ilməyin buradan arxa tərəfindən. İkisinin içindən çıxardım. 3 dərs. Tərs üzdən yenə. Tərslər tərs, düzlər də düz. Başqa heç bir burada dəyişiklik olmur. Axıra qədər eyni toxunur. Kənarı da tərs toxuyuram. Belə. Bu formada belə bir naxış alınır. Belə. Bu biraz qalın sapdır, bu biraz nazik sapdır. Sizin ürəyiniz hansı sapdan istəsə, o sapdan da toxuya bilərsiniz. Sağ olun, gələn videomda görüşənə qədər.